Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. 5-ci sinifdə aslı və aslı olmayan cəmiyyətlər koordinat sistemində qrafikin qurulmasına aid bir neçə tip misal göstərəcəm. Bu dərsi tam anlatmaq üçün bir neçə nümunəyə ehtiyac var. Aslı və aslı olmayan cəmiyyətlər. Məsələn, biz düstur formatında yazırıq y bərabərdir 3x. Burada x aslı olmayan, y isə aslı olan cəmiyyətdir. Y bərabərdir 2x plus 1 və s. İndi burada qrafikin qurulması üçün birinci cədvəl tərtib edək. Deyək ki, y bərabərdir 2x. Cədvələ tərtib edək burada. Yazaq ki, x, y. Məsələn, birinci başlayaq. Özümüzdən qiymətlər verməklə x-a 0 versəm, 2-ni 0-a vuranda 0. 1 versəm, 2-ni 1-ə vuranda 2. Sonra 2 verəndə 2-2-nin 4. 3 verəndə 6. 4 verəndə 8 və s. İndi bunu koordinat sistemində necə qururuq? Düzbucaqlı koordinat sistemində qeyd edək ki, x oxu, y oxu. 0 koordinat başlanğıcı, y oxu, x oxu. Və burada qeyd edək. Deyək ki, hər vahid qəbul edək. Hər iki damanı bir vahid qəbul edək. Bura 1 yazaq. Bura 2, 3, 4. Bura 1, 2, 3, 4, 5, 5 buradır. İndi bizim qrafikdə 5-ə qədər yer var. 5, biraz da bunu artırmaq olar. Deyək ki, qrafiki biraz da yuxarı çəkə bilərik. Bu oldu 5. 0 verəndə bu nöqtələri burada qururam. X-a 0 verəndə 0. 0 nöqtəsi buradır. 1 verəndə 2. Yəni x-in 1 nöqtəsində qiymət alıb 2. Bu nöqtə. 2 verəndə 4. 2 verəndə 4 bu nöqtədir. 3 verəndə 6. 3 verəndə 6-nı tapsam, 6 təxminən burada eləyir. Və bu nöqtələri ardıcıl olaraq birləşdirsəm, demək, funksiyanın qrafiki belə olacaq. Başqa bir nümunə göstərim. Deyək ki, yazıram ki, y bərabərdir 8, deyək 8, 7 çıxılsın x. Əvvəl cədvəl tərtib edək. Cədvəli belə tərtib edirik. X-in və y-in qiymətlərini yazırıq ki, x, y. Məsələn, x-a 0 versəm, bu olur 7. 1 versəm, 7-dən 1 çıxanda 6. 2 versəm, 5. 3 versəm, 4. 4 versəm, 3. İndi onu koordinat sistemində quraq. Burada düzbucaqlı koordinat sistemi dəqiq çəkmək vacibdir. Yəni, deyək ki, damanın üzəri ilə götürək. Bura 0 götürək. Ola bilər ki, bir damanı bir vahid qəbul edəyəm. 1, bura 2, 3, 4, 5, 6, 7. Bu seçim mənim özümdən asılıdır, 8. Həmçinin burada da 1, 2, 3, 4, 5, 6, 7. 0 verəndə 7. 0 verəndə 7 nöqtəsi hansı nöqtədir? Həmən nöqtəni gedirəm bu nöqtə. Sonra 1 verəndə 6. 1-in düşünündən qalxıram, 1 verəndə 6. 2 verəndə 5. 2-dən qalxıram belə. 5-i həmən nöqtəni qaralayıram. 3 verəndə 4 olur. 4 verəndə 3. 5 verəndə neçə olur? 2. Deməli, belə davam edir. Və bu nöqtələri ardıcıl birləşdirir. Bu olur. Bu y bərabərdir 7 minus x verilmiş funksiyanın düsturu. Bu xətti uzadıb belə tamamlaya bilərik. Bu formada tamamlaya bilərik. Xətti artırmaq olar. Başqa bir misal göstərim. Məsələn, üçüncü bir misal. Y bərabərdir x plus 3 yazıq. Bunun düsturunu qıraq. Cədvəlin tərtib edək. Cədvəli belə tərtib edək. X-a, y-ə qiymətləri verirəm. Məsələn, x-a 0 versəm, bu olacaq 3. Sonra 1 versəm 4. 2 versəm 5. 3 versəm 6. Düzbucaqlı koordinat sistemində qururam bunu. Əvvəlcə yazaq ki, bura y x oxu. X oxu 0, 1,
2, 3, 4. Həmçinin bura 1, 2, 3, 4, 5, 6. Nöqtəyə gedirəm. 0 verəndə 3 olub. 0 verəndə 3 olan nöqtə bu nöqtədir. 1 verəndə 4. 1-in deməli x-in 1 götürürəm, y-in qiyməti olur 4. Sonra 2 verəndə 5. 2-dən qalxıram x-in ikisindən. Bu y-in 5-sindən baxıram. X-in qiyməti 3 olanda y-in qiyməti olub 6. Bu nöqtə. Sonra həmən nöqtələri birləşdirirəm. Bu nöqtələri birləşdirirəm. Bu oldu. Bu düsturla y bərabərdir x plus 3 düsturuna verilən funksiyanın qrafikin qurulması. Dəqiq və gözəl. Və dördüncü nümunə. Deyək ki, başqa bir nümunə göstərim. Dördüncü. Y bərabərdir. Deyək ki, 10 çıxılsın. Məsələn, 2x. 10 çıx 2x. Burada necə yazırıq? Hər zaman birinci cədvəli tərtib edirik. X-y yazaq, x-y. X-a 0 versəm, bu 10 olur. 1 versəm, 10 çıxılsın, 2 vurulsun, 1, 8 olur. 2 versəm, neçə olacaq? 6. 3 versəm, 10 çıxılsın, 2-ni 3-ə vuranda 6, oradan 6 çıxanda 4. 4 verəndə 2. 5 verəndə 0. Qrafiki qurmağa çalışın. Düzbucaqlı koordinat sistemi qururuq. X oxu, Y oxu. Deyək ki, buranı götürək 1, 2, 3, 4, 5, 6, 7. Hər damanı bir vahid qəbul edirəm. 9, 10. Həmçinin burada da 1, 2, 3. Burada səliqə çox vacibdir. 5, 6, 7, 8, 9, 10. İndi həmən nöqtələ gedirəm. 0 verəndə 10. 0, 10 nöqtəsi bu nöqtədir. 1 verəndə 8. 1 verəndə 8. 2 verəndə 6. 2 verəndə 6. 3 verəndə 4. X-in 4 qiymətində y-in qiyməti 2 olub. X-in 5 qiymətində y-in qiyməti olub 0. Yəni 5, 0 bu nöqtədir. Və bu nöqtəyi ardıcı birləşdirirəm. Deməli, bu oldu. Y bərabərdir 10 minus 2x verilmiş funksiyanın qrafik təsviri. Dəyərli şagirdlər, inanıram ki, sizə aydın oldu. Və siz də digər tapşırıqları bu formada cədvəli tərtib edərək birinci növbədə, sonra qrafik dəqiq qurmaqla yaza bilərsiniz.